Məkkənin fəthi. Mutə döyüşündən sonra regiondakı qüvvələrin reaksiyası müxtəlif oldu. Bizanslılar müsəlmanların geri çəkilməsindən və Şama girə bilməməsindən sevindilər. Qureyş qəbiləsi isə fərəh və şadlıq içində idi. Onlarda hətta müsəlmanlara qarşı bir cürət də yaranmışdı. Belə ki, Qureyşlilər əminamanlığı pozmaqla Hüdeybiyyə sülhünü ləğv etməyə səy göstərirdilər. Onlar Hüdeybiyyə sülhündən sonra Qureyşə tərəf keçmiş Bəni Bəkir qəbiləsi ilə Peyğəmbərlə sazişə girmiş Xüzayə qəbiləsi arasında hər vasitə ilə nifaq salmağa çalışırdılar. Qureyşlilər Bəni Bəkri silahla təchiz edərək xaincəsinə Xüzayə qəbiləsinin üstünə saldılar və bu qəbilənin üzvlərindən öz evlərində sakitcə oturduqları halda xeyli adam öldürüldü. Hətta bəziləri ibadət edərkən qətlə yetirildilər. Xüzayə qəbiləsinin üzvləri Peyğəmbər sallavatullaha yardım üçün müraciət etdilər. Əmir İbn Salim Peyğəmbər sallavatullahın yanına gələndə o həzrət məsciddə oturmuşdu. Əmir əhdin pozulması barədə Rəsul-i Əkrəmdən xahiş etdi. Peyğəmbər sallallahu bərk təsirlənərək buyurdu: "Sənə kömək edəcəyəm, ey Əmir İbn Salim." Qureyş qəbiləsi isə öz növbəsində pis iş gördüyünü dərk etdi. Müsəlmanların qarşısında qorxu və hövl onları götürmüşdü. Ona görə də birgə rəyə əsasən qəbilə başçıları belə nəticəyə gəldilər ki, Əbu Süfyanı Mədinəyə göndərsinlər və o, Peyğəmbər sallavatullahla sülhü təzələsin və onun müddətinin uzadılmasını xahiş etsin. Lakin Allahın Rəsulu Əbu Süfyanın xahişinə qulaq asmaq istəmədi və ona müraciət edərək soruşdu: "Məyər bir hadisə baş verib?" Əbu Süfyan, "Allah eləməsin," dedi. Bu zaman Peyğəmbər sallallahu ona buyurdu: "Biz sülhümüzə və onun müddətinə sadiqik." Amma Əbu Süfyan bununla sakitləşmədi və buna qane olmadı. O, bütün bunlara əmin olmaqdan ötürü Peyğəmbər sallavatullahdan bir daha vəd və aman istədi. Bu səbəbdən Peyğəmbər sallavatullaha təsir edə biləcək bir vasitəçi axtarmağa səy etdi. Lakin hamı bunu inkar və laqeydliklə qarşıladı. Əbu Süfyan ümidsizliyə düçar olduqdan sonra Məkkəyə qayıtmaqdan başqa yolu qalmadı. Artıq şirk qüvvələrinin meydanı xeyli daralmışdı. Çünki şərait dəyişmişdi. Belə ki, Peyğəmbər sallallahu kifayət edəcək sursatla və ləvazimatla, həm də möhkəmlənmiş bir imanla Məkkənin fəthini istəyirdi. Qureyş qəbiləsi isə qanının, mal-dövlətinin salamatlığı və əmin-amanlığını istəyirdi. Artıq sülhün pozulması üçün fürsət yaranmışdı və Məkkənin fəthi az qala İslamın bütün Ərəbistan yarımadasında tam hakim olması yolunda sonuncu addım ola bilərdi. Peyğəmbər sallallahu ümumi səfərbərlik elan etdi. Həzrətin bu çağırışına cavab olaraq müsəlmanların hamısı onun başına yığıldılar. Rəsul-i Əkrəm təxminən 10.000 döyüşçüdən ibarət bir ordu hazırladı. Lakin öz məqsəd və məramını yalnız xüsusi adamlara elan etdi. O, Allaha dua edərək deyirdi: "Allahım, Qureyşin gözlərini kör, qulaqlarını kar et ki, biz onlara öz yerlərində qəfildən hücum edə bilək." Əs-Siratun Nəbəviyyə 3-cü cild 397-ci səhifə. Əl-Məğazi 2-ci cild 796-cı səhifə. Görünür, Peyğəmbər sallallahu özünün aşkar qələbəsini tez və özü də bir damcı qan tökmədən qazanmaq istəyirdi və bunun üçün də gözlənilməzlik üslubunu seçmişdi. Lakin bu xəbəri eşidən və hissləri qarşısında aciz olan bir kişi Qureyş qəbiləsinə bir qadın vasitəsilə məktub göndərdi. Bu zaman Peyğəmbər sallavatullaha vəhy gəldi və bu barədə ona xəbər verildi. O həzrət də Əli və Zübeyrə əmr etdi ki, həmin qadına çatıb onu saxlasınlar və həmin məktubu ondan alsınlar.
Əli ibn Əbu Talib özünün Peyğəmbərə olan dərin imanından çıxış edərək qadından məktubu zorla aldı. Əs-Siratun Nəbəviyyə 2-ci cild 398-ci səhifə. Peyğəmbər salavatullah məktubu aldıqdan sonra müsəlmanları məscidə yığdı və onları bir tərəfdən xəyanət məsələsinə xüsusi diqqət yetirməyə və ehtiyatlı olmağa çağırdı. Digər tərəfdən də Allah rizasına hissləri boğmağın vacibliyini və əhəmiyyətini vurğuladı. Müsəlmanlar Allaha and içərək xəyanət etmək məqsədi güdmədiyini deyən məktub sahibi Hatib ibn Əbu Bəltaanı müdafiə etməyə başladılar. Lakin Ömər ibn Xəttab hirsləndi və Peyğəmbər salavatullahdan onu öldürməyi tələb etdi. Peyğəmbər salavatullah ona buyurdu: "Sən hardan biləsən, ey Ömər? Bəlkə də Allah Taala Bədr əhlinə xəbər vermiş və onlara demişdir ki, istədiyinizi edin. Artıq sizi bağışladım." Əmtaul Əsma 1-ci cild 363-cü səhifə. Əl-Məğazi 2-ci cild 798-ci səhifə. Sirə-i Mustafa 592-ci səhifə. İslam ordusunun Məkkə istiqamətində hərəkəti. Müsəlmanlardan ibarət ordu Ramazan ayının 10-da müqəddəs Məkkə istiqamətində hərəkətə başladı. Əl-Kədid adlanan yerə çatdıqda Peyğəmbər salavatullah su istədi və bütün müsəlmanların gözü qabağında orucunu onunla açdı. Onlara da oruclarını açmağı əmr etdi. Lakin onlardan bəziləri rəhbərləri olan Peyğəmbər salavatullaha qulaq asmadılar və oruclarını açmadılar. Peyğəmbər salavatullah onların bu üsyanından qəzəblənərək buyurdu: "Onlar asi olanlardır. Onlara bir daha oruclarını açmaları əmr edildi." Əsail-ü Şiyyə 7-ci cild 124-cü səhifə. Əs-Siratul Hələbiyyə 3-cü cild 290-cı səhifə. Əl-Məğazi 2-ci cild 802-ci səhifə. Səhih-i Müslim 3-cü cild 141-142-ci səhifələr. Kitab-ı Siyam, müsafirlərə Ramazan ayında oruç tutmamalarına icazə verilməsi fəsli. Darul Fikr Beyrut. Mər Əz-Zəhrana çatanda Peyğəmbər salavatullah müsəlmanlara ətraflara dağılışıb səhranın müxtəlif yerlərində ocaq qalamağı əmr etdi. Beləliklə, tonqallar zülməti işıqlandırdı və müsəlmanların ordusu Qureyş qəbiləsi qarşısında nəhəng bir ordu kimi göründü. Bütün bunlar Rəsul-i Əkrəmin dəstəsinə Cöhfə məntəqəsində qoşulmuş və müsəlman ordusunun Məkkəyə daxil olmamışdan Qureyşin İslamı qəbul etməsinin vacibliyini onlara çatdırmağa vəsilə axtaran sonuncu mühacir Abbas ibn Əbdülmütəllibi bərk narahat etdi. Abbas gedərkən Məkkə ətrafında qəflətən qarşısında Əbu Süfyanın Bədil ibn Vərqa ilə söhbət etdiyini gördü. Abbas Əbu Süfyana Peyğəmbər salavatullahın böyük ordu ilə Məkkəni fəth etməyə gəlməsi xəbərini çatdırdıqda, o qorxusundan titrəməyə başladı. Ona görə də Əbu Süfyanın Abbasla bərabər Allah Rəsulunun yanına gəlib aman istəməkdən başqa heç bir çarəsi qalmadı. Peyğəmbər salavatullahın əfv və mərhəmət bulağı, onun ali əxlaqı heç vaxt Əbu Süfyana əmisinin yanında olmağı qadağan edə bilməzdi və ona görə də Həzrət buyurdu: "Get, biz artıq ona aman verdik. Sabah səhər onu yanıma gətir." Əbu Süfyanın təslim olması. Əbu Süfyan Peyğəmbər salavatullahın hüzuruna gəldikdə Rəsul-i Əkrəm ona buyurdu: "Sən bədbəxt adamsan, ey Əbu Süfyan. Məyər sənin üçün o vaxt hələ yetişməyib, biləsən ki, Allahdan başqa heç bir tanrı yoxdur." Əbu Süfyan dedi:
Vallah, mən zənn edirdim ki, əgər Allahla bərabər Tanrı olsaydı, məni çoxdan azad edərdi. Abbas vəziyyəti dərk etdi və Əbu Süfyana təzyiq etməyə başladı ki, İslamı qəbul etsin. O, Əbu Süfyana dedi, bədbəxt adam, nə qədər ki öldürülməmsən, müsəlman ol, şəhadət ver ki, Allahdan başqa Tanrı yoxdur və Muhammed onun rəsuludur. Bu sözdən sonra Əbu Süfyan hər iki şəhadəti dedi və müsəlmanların sırasına daxil oldu. Əbu Süfyan təslim olduqdan sonra müşriklərin qalan liderləri də təslim oldular. Lakin Peyğəmbər salavatullah Qureyş qəbiləsinə psixoloji təsiri sonadək həyata keçirtmək və qan tökülmədən təslim olmasını təmin etmək üçün Abbasa buyurdu. Abbas, onu vadinin ən dar yerində, dağın burnunda saxla ki, Allahın əskərləri onun yanından keçib getsinlər və o da əskərləri görsün. Peyğəmbər salavatullah arxayınçılığı bərqərar etmək, adamları İslamın rəhmət və mərhəmət dini olmasına inandırmaq, habelə Əbu Süfyanın qüruruna toxunmamaq və onu təsliy etməkdən çəkindirmək məqsədi ilə buyurdu. Əbu Süfyanın evinə girən hər kəs amanda olacaqdır. Evinin qapısını örtənlərə xətər dəyməyəcək, məsciddə olanlara toxunulmayacaq və silahlarını yerə qoyanlar da arxayın ola bilərlər. İslam əskərləri vadidən keçdilər. Abbas da keçən dəstələr barədə Əbu Süfyana məlumat verirdi. Gördüklərindən dəhşətə gələn Əbu Süfyan dedi, ey Əbülfəzl, artıq sənin qardaşın oğlunun səltənəti əzəmətli olmuşdur. Abbas dedi, Əbu Süfyan, bu nübüvvətdir. Əbu Süfyan biraz cavab verməyə tərəddüd etdikdən sonra dedi, bəli, elədir. Bundan sonra Əbu Süfyan Məkkəyə yollandı ki, şəhər əhlinə xəbər versin və Peyğəmbər salavatullahın onlara toxunmayacağını elan etsin. Əl-Məğazi, 2-ci cild, 816-cı səhifə. Əs-Siratun Nəbəviyyə, 3-cü cild, 47-ci səhifə.